2026-cı at ili bir çox bürclər üçün yenilənmə, cəsarət və istiqamət dəyişikliyi gətirəcək. Bu il ən güclü dönüş ili yaşayacaq bürclər bunlardır. Qoç 2026-cı il Qoç üçün böyük sıçrayış ilidir. Karyerada sürətli inkişaf, cəsarətli addımlar və uzun müddətdir gözlənilən uğurlar gəlir. Həyat ritmi tam dəyişir. İkinci, şirlər üçün 2026 parıltı və yüksəliş dövrüdür. Planlarının açılması, nüfuzun artması və şəxsi həyatda dönüş nöqtələri olacaq. Üçüncü, tərəzi. Tərəzilər 2026-da tamam başqa həyat ritminə keçəcək. Münasibətlərdə və karyerada taleyüklü dəyişikliklər, yeni başlanğıclar gözlənilir. Dördüncü, oxatan. Oxatanlar üçün bu il genişlənmə və yeni istiqamət ilidir. Köhnə məhdudiyyətlər qırılır, yeni yollar açılır, taleyin dönüş nöqtəsi gəlir. Beşinci, Oğlaq. Oğlaqlar üçün 2026 yenidən qurulma ilidir. Karyera, maliyyə və şəxsi həyatda köklü dəyişikliklər baş verəcək. Həyatı yeni mərhələyə keçir.